Buraxılışımız davam edir. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi Muxtar Respublika ərazilərində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədi ilə davamlı olaraq monitorinqlər həyata keçirir. Bu istiqamətdə tədbirlərin daha effektiv həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 10 adda karantin tətbiq olunan zərərvericilərə qarşı feranom tələlər göndərilib. Muxtar Respublikada ilk dəfə zərərvericilərə qarşı feromon tələlərdən istifadə olunur. Feromon tələlər zərərvericilərin müşahidəsini aparmaq, onların faktiki mövcudluğunu müəyyən etmək və onlara qarşı mübarizə tədbirlərində ekoloji cəhətdən təmiz, effektiv üsuldur. Hazırda quraşdırmaqda olduğumuz feromon tələsi təhlükəli zərərvericilərdən olan qəhvəyi mərmər bağacığına qarşı mövcudluğunu müəyyən etmək məqsədi ilə asılmışdır. Qəhvəyi mərmər bağacığı haqqında nəzərinizə çatdırmaq istəyirəm ki, qəhvəyi mərmər bağacığı təhlükəli zərərvericilərdəndir. Polifak zərərvericidir. 300-dən artıq bitki növü ilə qidalanaraq onların keyfiyyətinə əhəmiyyətli dərəcədə zərər vurur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən milli monitorinq planına uyğun olaraq aparılmış monitorinqlər zamanı qəhvəyə mərmər bağacığını Gürcüstandan ölkəmizə miqrasiya etdiyi, ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi ərazilərində olduğu müşahidə edilib, Rusiyanın cənub bölgələrində və Türkiyə ərazisində də zərərvericilərə rast gəlinib. Zərərvericinin təhlükəliliyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin, bitki mühafizə tədbirlərinin aparılması haqqında sərəncam imzalanmış. Sərəncamdan irəli gələn məsələlərin həll olunması məqsədi ilə regionlarda əlaqələndirmə mərkəzləri yaradılmışdır. Demək, regionlarda əlaqələndirmə mərkəzləri fitosanitar sabitliyi mütəmadi olaraq təhlil edilir və bunlara qarşı tədbirlər həyata keçirilir. Belə ki, hazırda Muxtar Respublika ərazisində fəaliyyət göstərən 38 istixanada və göyərti əkini sahələrində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı təsərrüfat sahiblərinə zərərvericilərə qarşı mübarizə tədbirləri haqqında, aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunması, sahibkarlara zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilmək zamanı hansı tədbirlərə riayət olunmalıdır? Bununla bağlı istifadə zamanı təhlükəsizlik qaydalarına, təlimatlara uyğun, dəqiq və düzgün riayət olunmaları barədə məlumat verilmişdir və bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, Muxtar Respublikada karantin tətbiq edilən zərərvericilərin aşkarlanması istiqamətində monitorinqlər davam etdirilir. Sacid Hüseynova, Cavad Hüseynov, NTV Xəbər.